Bilirsiniz, ürəyim istəyən yer olanda, yəni o dadın şirəsini çıxardana kimi çəkirəm də həmən yeri var. Bütün əlbisələrimi soyunmuşam. Gözəl hava var, yəni. Biz mehriban insanlarıq. Biz Azərbaycanı bölgələrə bölmürük. Şirvan, Səlyan, Neftçala, Hacıqabul. Hamımız bir elliyik. Həyətdə də mövsümdür də indi. Çileyi heyva yeyən, çileyi deyirlər də bizdə tez yetişən. Çileyi heyva yeyən bilir. Bağda da orada biraz mangalın tüstüsü götürüb. Bağda orada çileyi heyva var. Bilməm götürə biləcəm, götürə bilməyəcəm. Bir-iki də ondan kəsdik, yedik. Yəni payızın dadı, aranın dadı. Yəni söhbət ondan getmir. Mən Azərbaycanın harasına gedirəm, özümə görə hörmətlə qarşılanıram, hörmətlərini də saxlayıram. Mən də Azərbaycan xalqını çox istəyirəm, Azərbaycan xalqı da məni çox istəyir. Mənim xalqım yalnız prezident deyə bilər. Mənim heç kim başqa mənim xalqım deyə bilməz. Ona görə də mən də Azərbaycan xalqını çox istəyirəm. Azərbaycan xalqı da məni çox istəyir. Ləzgi xalqını da çox istəyirəm. Talış xalqını da çox istəyirəm. Azərbaycanda yaşayan ümumiyyətlə bütün azlıqları, Azərbaycanlı olan hər kəsi. Yəni buranın rahatlığından söhbət edirəm ki, rahat olmasaydı mən bu cürə burada rahat əyləşməzdim. Allah canınızı dəyməsin. Allah klientinizi yetirsin. Azpetrolun arxasında da bu Şirvana qayaya tərəf, o bazara tərəf dönmürsən, sağa dönürsən. Biraz kırıtıdadır yerləri, ona görə. Amma xidmətlərinə söz ola bilməz və məkanın özünə söz ola bilməz.